Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Vüqar Bayramov, Milli Məclisin deputatı. Bu zaman artıq həmin şəxslər həm qadın, həm də kişilərə minimum pensiya kapitalında da güzəşt tətbiq olunacaq. Belə ki, onlar üçün minimum pensiya kapitalını tam olaraq toplamaq tələb olunmayacaq. Kapitalın 70%'ni toplayarlarsa, o zaman pensiya hüququ əldə etmiş olacaq. Bu o deməkdir ki, həmin şəxslərə minimum pensiya kapitalında təxminən 10.000 manata yaxın güzəşt tətbiq olunacaq. Bu da həmin şəxslərin pensiya hüququna əlçatanlığı artıracaq. Qeyd edək ki, güzəştli şəxslərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə də həmin siyahı əsasında müəyyən olunur deyə qeyd edir.